11-ci fəsil. Özünüzün bütün cəhətlərinizi göstərin. Mənim sonuncu kitabım olan Başı işlədərək istənilən qapını necə açmaq olar kitabı iş axtarmaq probleminə həsr olunmuşdur. Oradakı tövsiyələr sizin hansı peşəyə yiyələnməyinizdən asılı olmayaraq effektivdir. Əgər siz özünüzü satışda sınamaq istəyirsinizsə, aşağıdakı məqamlara diqqət yetirməyinizi məsləhət görürəm. 1. Öz əlaqələrinizi nümayiş etdirin. Əlbəttə ki, parıldayana qədər sürtülmüş ayaqqabıların rolunu heç kəs rədd eləmir. Lakin 21-ci əsrdə sizə əsl parıltını geniş şəxsi əlaqələr gətirəcəkdir. Siz öz kontaktlarınızla necə qarşılıq əlaqə saxlayırsınız və onlar bugünkü işiniz üçün nə dərəcədə vacibdir. Zəruri hallarda öz tanışlarınızdan olan həlledici adamlarla cəld əlaqə qura bilirsinizmi? Geniş insan kütləsi ilə əlaqəniz varmı və sizin indiki işinizdə kimlər birbaşa əlaqəlidirlər? Hatırlayırsınızsa ki, geniş əlaqələr yalnız problemlərin həlli zamanı öz funksional vəziyyətləri çərçivəsindən əziyyətsiz çıxa bilən insanlara xasdır. Yüksək vəzifə sahibləri və mötəbər tanışlarınızla müntəzəm əlaqə saxlayırsınızmı? Və indiki statusunuz, planlarınız barədə onlara məlumat verirsinizmi? 2. Özünüz haqda rəylərə diqqət yetirin. Satış nümayəndəsi bazarda onun haqqında hansı söhbətlərin getdiyini nəzərə almalıdır. Müsbət yaxud mənfi şayələriniz biznesdəki uğurlarınıza təsiri heç də az deyil. Ona görə də, məsələn, şirkətə məxsus əsas müştərinizin niyə uzaqlaşdığını, yaxud sonuncu işinizdən niyə getməyiniz barədə düzgün, doğru izahatlarınız həmişə hazır olmalıdır. 3. Elastiklik nümayiş etdirin. Bəzən yeni iqtisadiyyat sizin köhnəlmiş baxışlarınızdan əl çəkməyinizi tələb edir. Bu, bütün peşələrə aid olsa da, satış nümayəndələri üçün xüsusilə xarakterlikdir. Müəyyən məsələlərdə onlar başqalarından daha çox elastik və güzəştli olmalıdırlar. Qızıl hərisliyi dövrü artıq keçmişdir və bütün iri külçələr tapılmışdır. Amma müəyyən yeni metodlarla hələ də tərkibində qızıl olan qumlar tapmaq olar. İstənilən yeni yanaşma ən azı 2 yeni problem və onun 2 həlli imkanını yaradır. 4. Şişirtməyin. Bamumun çox ciddi olmasa da məşhur bir deyimi var. Əgər mən günəşi nişan alıb atəş açanda yan keçsəm, onda hansısa bir ulduzu vuracağım şəksizdir. Ona bənzəməyə çalışmayın. İnsanlar lovğalıq və təkəbbürə son zamanlar çox pis baxırlar. Xüsusilə də əgər buna bənzər şeylər sizin yazdığınız xülasədə əks olunmuşsa. Bizim günlərdə yalançını təmiz suya çəkib mahiyyətini üzə çıxarmaq bircə anın işidir. 5. Sosial şəbəkələrə tez-tez daxil olun. LinkedIn kimi sosial şəbəkələr müasir ticarətdəki ön cəbhədir. Əgər siz orada qeyd olunmamışsınızsa, yaxud epizodik şəkildə görünürsünüzsə, onda bəs potensial işbazları necə inandıra bilərsiniz ki, bu şəbəkədə işləyə və onlar üçün daha effektiv məhsul və xidməti satış ilə məşğul ola bilərsiniz. 6. Komandanızın kateqoriyaları ilə düşünün. Ərazinin yox. Başı işlədərək istənilən qapını necə açmaq olar kitabımda mən nüfuzlu psixoloqların rəylərinə əsasən əmək bazarındakı yeni şərtlər üzrə komanda şəklindəki işin vacibliyini sübut etmişəm. Bu zövq və ya tərz deyil. Kollektivdə komanda ruhunu yetişdirən təşkilatlar daha qənaətli və effektiv şəkildə işləyirlər. Errol Ellə toyumuzun ildönümündə qərarı aldıq ki, bütün ailə ilə birlikdə Cənubi Afrikadakı Kruger Milli Parkında fotosafari təşkil edək. Bir neçə aylıq hazırlıq işləri zamanı biz diqqətlə götür-qoy etdik ki, Afrikada böyük beşlik adlandırılan aşağıdakı heyvanları necə müşahidə edəcəyik. Bu şir, bəbir, kərkədan, fil, Afrika camışıdır. Sonra isə düşündük. Bəs heç də bunlardan az maraqlı olmayan zürafə və begemot kimi heyvanlar nə edəcəyik? Ona görə də prioritetləri biraz da dəyişdirməli olduq. Nəticədə isə kaftar, antilop, hətta parkda cəmi 200 baş qalan heparddan heyrətamiz fotoşəkilləri gətirdik. Biz yol boyu heyvanların ərazidəki davranışları barədə çox şeylər öyrəndik. Sən demə, böyük beşlik öz ərazisini ciddi şəkildə qoruyaraq yaşayır. Təəccüblü deyil ki, onların hamısının nəsli tükənmək üzrədir. Eyni şeyləri satış nümayəndələri haqqında da demək olar. Onlardan bir çoxu öz ətrafındakı ərazini zəbt edərək bütün qüvvəsi ilə öz həmkarlarından müdafiə etməlidir. Makkeyin nəsihəti: siz ya müasir satış nümayəndəsinin xüsusiyyətlərini mənimsəyirsiniz,
ya da bu sıradan çıxmağa məhkumsunuz. İşarası qeyd nömrə 4. Beləliklə, siz Johnny Depp deyilsiniz. Siz Angelina Jolie'nin insanın gözlərini kör edən mavi gözlərinin parıltısından ağlınızı itirirsiniz. Meryl Streep'in kraliçə əzaməti sizə rahatlıq vermir. George Clooney'nin nəcib manyerləri, yaxud Daniel Craig'in şişkin əzəlləri sizi heyrətləndirir. Bunları təqlid etməyə cəhd etməyin. Bu çətin ki, sizə uğur gətirsin. Yaxşısı budur ki, özünüzün gücü tərəfinizə diqqət yetirin. O keyfiyyətlərə ki, bu sahədə sizə tay yoxdur. 2009-cu ildə aktyor Karen Muldoon öldükdə New York Times onu ən qeyri-adi olan adi adam adlandırmışdı. Adətən Muldoon'u Marlon Brando və George Scott ilə müqayisə edirdilər. Amma o gözəl başa düşürdü ki, yaraşıqlı xarici görkəmi hələ baş rola çıxış etmək üçün kifayət deyil. Bundan əlavə o bildirmişdi ki, ikinci planda çıxış edən aktyorlar içərisində birinci olacaq. Bunu Limanda və Patton kimi filmlərdə sübut etdi. Aktyor hətta American Express şirkəti üçün cəlbedici və baxımlı televiziya reklamlarında çəkilməyi bacardı. Özünüz müəyyən edin ki, sizin güclü cəhətləriniz hansılardır. Bunlar məsələn aşağıdakılar ola bilər. Qisədə doğru gedərkən ardıcıllıq və etibarlıq, böhranlı vəziyyətlərdə dərrakə və soyuqqanlılıq, vəziyyət nəzarətdən çıxdıqda bütün gücünü toplayıb mümkün olmayan bir işi bacarmaq. İkinci plan aktyorlarından James Mason bir dəfə demişdir: "Əgər ölümdən sonra kimsə məni xatırlayarsa, onda mən yaxşı xarakter malik bir aktyor kimi onların yaddaşında qalmaq istərdim." Hollywoodda və tənqidçilər arasında isə onun barədə tamamilə başqa rey vardır. Bu aktyor 3 dəfə Oscar, 3 dəfə Qızıl Qlobusla təltif olunmuşdu. 12-ci fəsil. Lovğalanmayın. Dünyada Hollywood qədər şöhrətə çatmış şəhər tapmaq çətindir. Buna görə də kino, İncəsənət Akademiyası mükafatları təqdim edərkən film həvəskarı olduğum üçün gözlərimi ekrandan ayıra bilmirəm. Əsasən də ona görə ki, oğlum David Hollywoodda rejissor və prodüser işləyir. Qeybədir ki, bu fabrikin ən ulduz nümayəndələri üçün də səmimilik və ciddilik xarakterikdir. Onlar tam mənası ilə etiraf edirlər ki, ətrafdakıların köməyi və dəstəyi sayəsində uğur qazanırlar. 2008-ci ildə Oscar'ın təqdim olunduğu Sean Penn və Kate Winslet'in çıxışlarına buna sübut olan iki misala baxmaq olar. Mən tam səmimiliklə bildirmək istəyirəm ki, Sean Penn dedi: "Siz hətta təsəvvür edə bilməzsiniz. Öz dəyərimi qəbul etməyimə özüm nə qədər mane olmuşam." Amma çoxları Penny lovğalıq nümunəsi kimi qəbul etsə də, belə sözləri haqlı olaraq ilin ən yaxşı özünü tənqidi hesab etmək olar. Kate Winslet də həddən artıq səmimi idi. Əgər desəydim ki, bu nitqimi əvvəlcədən məşq etməmişəm, yalan olardı. Təxminən 8 yaşım olanda vanna otağında güzgü qarşısına dayanaraq bu Oscar əvəzinə əlimdə şampun qabı tutmuşam. Bərabələr Milyonçusu filminin rejissoru Danny Boyle ən yaxşı rejissor işinə görə mükafata layiq görülərkən səhnəyə çıxdı və yerində çapmağa başladı. İzahı sən demə çox sadə imiş. O uşaqlarına söz verilmiş ki, nə vaxtsa Oscar alarsa, Winnie Puh'dakı pələng kimi sevincindən atılıb düşəcək. Heç vaxt unutmayın ki, ən böyük sevinç anı bu uğura nail olmağa kömək edənlərə verdiyin sözü yerinə yetirdiyin vaxtdır. İllərdir ki, biznesmenlər qarşısında məruzə ilə çıxış edirəm. Lakin hələ də ilk çıxışımı xatırlayıram. O vaxt mən qulaq asmaq üçün həyat yoldaşım Carol Ann'i də dəvət etmişdim. Mən bilirdim ki, o mənim ən ciddi tənqidçim olacaqdır. Ona görə də çox diqqətlə hazırlaşmışdım. Mənim nöqteyi nəzərimə görə çıxışım son dərəcədə uğurlu alınmışdı. Çoxları mühazirədən sonra mənim yanıma gələrək komplimentlər dedilər. Evə qayıdarkən avtomobildə mən Carol Ann'dən soruşdum: "Əzizim, sən necə düşünürsən? Dünyada çoxmu məşhur natiq var? Sən düşündüyündən bir nəfər az," deyərək o gülərək cavab verdi. Makkeyin nəsihəti: əgər sənin boruna başqaları da üfləsələr, səs uzağa gedər. 13-cü fəsil. Özünüz kimi olun. Woodrow Wilson adına Milli Təqaüd Fondunun 2006-cı ildə təşkil etdiyi təntənəli naharda aparıcı rolunda çıxış etmək mənə həvalə olunmuşdu. Mən təntənəni aşağıdakı sözlərlə açdım. Həyat yoldaşım Carol Ann'dən soruşanda ki, iştirakçılara hansı sözlə müraciət etmək yaxşıdır, o cavab verdi: "Nə deyirsən de, amma olduğundan ağıllı görünməyə çalışma.
Həddən artıq ağıllı şeylər danışma və qonaqları valeh etməyə can atma. Sadəcə özün kimi ol. Cəmaatın gürültülü alqışları göstərdi ki, o nə qədər haqlı imiş. Özün kimi olmaq ilk baxışda göründüyü kimi heç də asan məsələ deyildir. Satış nümayəndəsi üçün qeyri-səmimiyyətin istənilən forması onun karyerasının sonu ola bilər. Siz əslində kim olduğunuzu başa düşməli və bunu bütün görkəminizlə ifadə etməlisiniz. Özün kimi olmağın nə demək olduğu barədə iki mif mövcuddur. Mən onları nəzərinizə çatdırmaq istəyirəm. 1. Əgər özünü düzgün kökləsən, onda hər bir insana hörmətlə yanaşa bilərsən. Bu səhvdir. Eynilə bu cür siz taleyinizin qarşınıza çıxardığı istənilən adamın da xoşuna gələ bilərsiniz. Elə adam ki, bütün insanlara dostcasına yanaşmağa hazır olduğunu bildirir. O düşünmür ki, hasar nə qədər hündür olarsa, qonşular o qədər mehriban olur. Həmişə elə adamlar tapılır ki, nə qədər çalışsanız da simpatiya yarada bilmirsiniz. Həmçinin elələri də olur ki, nə qədər mehriban, valeh edici görünsələr də siz onlarla ünsiyyət zamanı isti hisslər duymursunuz. Ağıllı satış nümayəndəsi xeyirxahlıqla nəzakət arasında əsl səmimiyyətlə başqa münasibət arasındakı fərqi yaxşı başa düşür. 2. Bir-birinə simpatiyası olan iki adam tez razılığa gəlir. Kaş bu doğru olaydı. Biznesə həsr olmuş istənilən jurnalı götürün. Siz orada elə hekayələr rast gələcəksiniz ki, iki dost birgə iş qurmaq istəmişlər. Sonda isə bir-birinə qatı düşmən kəsilmişlər. Yaxşı dostlar adətən bu və ya digər mövzular barədə sizinlə müzakirə aparırlar. Çünki onlar bilirlər ki, siz bir dost kimi etirazlardan inciməyəcəksiniz. Senator Orrin Hatch və mərhum Ted Kennedy köhnə dostlar idilər. Lakin senata seçkilər ərəfəsində siz heç vaxt onlardan birinin o biri haqqında təqdir edici bir şey dediyini eşidə bilməzsiniz. Raymond Hall Lawrence Peterlə birgə Peterin prinsipi kitabını yazmışdır. O bu barədə belə deyirdi. Hamıya xoş gəlməyə çalışan adam gec-tez özünü məhv edir. Özün kim olmaq üçün ilk növbədə özünü sevməlisən. Özü-özünü lazımınca sevməyən satış nümayəndəsinə etibar etmək çətindir. Mackey nəsihəti. Oscar Wilde haqlı idi. Özün ol. Bütün qalan rollar məşğuldur. 14-cü fəsil. Ən əsası etibardır. Hökmən deyir ki, bizneslə məşğul olan adamlar bir-birinə qarşı simpatiya bəsləsinlər. Lakin bir-birinə etibar etmələri vacibdir. Mackey Mitchell envelopda biz vicdanlı danışıqlar aparmaq və öz üzərinə götürülən öhdəlikləri əməl etməkdən başqa bir prinsip tanımırıq. Zərf standart məmulatdır. Əlbəttə ki, ölçülərdə kağızın keyfiyyəti və yapışqanlığın növündən fərqli ola bilər. Amma zərflər harada buraxılmağından asılı olmayaraq bir-birinə bənzəyirlər. Hər halda yaxın gələcəkdə kimsə bizə tay ola bilməyəcək. Müştərilərimiz bilirlər ki, vəd etdiyimiz hər şeyi yerinə yetiririk. Bəzən də onlar bizim səhvlərimizi göstərirlər. Lakin bilmirlər ki, bizim sözümüzə inanmaq olar və növbəti dəfə onları pis vəziyyətdə qoymayacağıq. Biz həmişə ən etibarlı təchizatlarla iş qururuq. Çünki müştərilər qarşısındakı öhdəliklərimizi icra etməyimiz əsasən onlardan asılıdır. Biz isə müştərilərimizi itirmək istəmirik. Əgər biz satış nümayəndələrinin işini mürəkkəbləşdirsək, onlar da bizimlə uzun müddət qalmazlar. Məgər buna görə onları günahlandırmaq olar? Etika heç də həyatdan təcrid olunmuş mücərrəd bir anlayış deyil. Hər dəfə keyfiyyətli standartların azca aşağı salmaq zərurəti yarandıqda, yaxud da təchizat müddətini bir neçə günə dəyişmək lazım gəldikdə, dərhal etik nəticələr məsələsi ortaya çıxır. Təsəvvür edin ki, 3-cü sinif şagirdi qaçıb atasından soruşur. Ata, etika nə deməkdir? Atası ona bu sözü lüğətdə axtarmağa məsləhət görür. Bir neçə dəqiqə sonra oğlan yenidən gəlir. Mən baxdım, amma yenə də heç nə başa düşmədim. Onda diqqətli qulaq as, atası cavab verir. Təsəvvür edək ki, bizim kimyəvi təmizləmə məntəqəmizə müştərinin gətirdiyi kostyumun cibində $100 pul çıxır. Dərhal etika problemi yaranır. Bütün pul tək başına götürmək, yoxsa həmkarlarınla bölmək. Siyasət sənətini vicdanlılıq yaxud sevimliliklə asasallaşdıran çoxmu adam var. Axırıncı dəfə siz konqres iclasında doğru,
Yalnız və yalnız doğru sözü nə vaxt eşitmisiniz? Bu barədə bizim hər birimizin müxtəlif rəyləri ola bilər, amma siz özünüzü ölkənin 80%-nin inanmadığı prezidentin yerində necə hiss edərdiniz? Siyasətdə belə göstəricilərlə öz yerini qorumaq hələ də mümkündür, amma mənə belə gəlir ki, başqa heç bir peşədə bu mümkün deyil. Makkeyin nəsihəti. Bir dəfə Mark Twain haqlı olaraq qeyd etmişdir. Mən George Washingtondan daha ali əxlaqlı prinsiplərə görə fərqlənirəm. Washington aldada bilməz. Mən isə aldada bilərəm, lakin aldatmıram. 15-ci fəsil. Öz potensialınıza nəzər yetirin. Birələr üzərində təcrübə aparan mütəxəssislər onların davranışlarında qəribə bir xüsusiyyət aşkar etmişlər. Onlar əvvəlcə birələri qapalı karton qutuya yerləşdirdilər. Birələr sıçrayıb qalxır və dəfələrlə qapaqla toqquşurdular. Sonra isə qəribə bir şey baş verir. Artıq onlar tullandıqda qapağa toxunmurlar. Əgər qapağı açsaq görərik ki, birələr əvvəlki kimi tullansalar da qutudan çıxa bilmir. Sadəcə olaraq onlar kifayət qədər hündürə tullanmırlar. Niyə? Çünki yalnız müəyyən hündürlüyə qədər tullamağı öyrəşmişlər. İnsanlar da bəzən özlərini eynilə bu cür aparırlar. Onlar öz-özlərini məhdudlaşdırırlar və öz potensiallarını tam aça bilmirlər. Birələrin etdiyi kimi onlar hündürə tullanmaqdan imtina edirlər. Lakin bu vaxt elə düşünürlər ki, qadir olduqları hər şeyi edirlər. Sizin potensialınız keçmişdəkilər deyil. Bu fikri Charles Brown'un sözləri ilə də ifadə etmək olar. Potensial həyatda ən ağır yükdür. Çox insanlar var ki, onlar bundan bir şey çıxmayacaq prinsipi ilə yaşayırlar. Amma onlar özlərinə belə bir sual verməlidirlər. Görəsən sınasam necə olar? Öz potensialını açmaq üçün hər şeydən əvvəl istək olmalıdır. Əksər insanlar yalnız ona görə uğur qazana bilmirlər ki, ya özləri bunu istəmirlər, ya da istəklərini bilmirlər. Başqa sözlə, uğur naminə nəsə etmək arzusu yoxdur. Onlar müvəffəqiyyət naminə nəsə ödəməyə hazır deyirlər. Bu mənə bir qadının dünya şöhrətli musiqiçiyə dediklərini xatırladır. Sizin kimi çalmaq üçün mən hər şeydən keçərdim. Musiqiçi cavab vermişdir. İnanmıram ki, bu sizdə alınsın. Çoxları bu şərtlərlə razı olmur. Lakin yalnız istək kifayət deyil. Həmçinin də hazırlaşmaq üçün iradə lazımdır. Hazırlıq anlayışını təhsil, oxumaq, təcrübə toplamaq, təfəkkür elastikliyi və dünya görüşünü genişləndirilməsi daxildir. Uğur qazanmaq üçün təfəkkürü və bədəni məşq etdirmək lazımdır. Dramaturq George Bernard Shaw bunu gözəl başa düşürdü. Ölümündən az əvvəl bir jurnalist ondan soruşur. Mr. Shaw, siz dünyanın ən məşhur adamları ilə tanırsınız. Siz liderlər, böyük yazıçılar, artistlər, alimlər və din xadimləri ilə görüşmüşsünüz. Əgər siz yenidən dünyaya gəlsəydiniz, tanıdığınız yaxud da tarixi şəxsiyyətlərdən kimin həyatını yaşamaq istərdiniz? Shaw cavab vermişdir. Mən bütün həyatım boyu George Bernard Shaw adlı insan olmaq istəmişəm. Amma ola bilməmişəm. İnsanın özünü istədiyi kimi göstərə bilməməsinin saysız səbəbi olur. Onlardan biri negativizmdir. İnsan sadəcə olaraq öz-özünə deyir ki, bu mümkün deyil. 1940-cı illərdə heç də bütün mühəndis və alimlər əmin deyildilər ki, insan səs sürətindən tez uça bilər. Amma məşhur pilot Chuck Yeager inanırdı ki, bu mümkündür və səs baryerini dəf edə bilmişdi. Öz istedadlarını doğrulda bilməyən adamların başqa bir bəhanəsi də odur ki, bunun üçün imkan düşməmişdir. Biz Green Bay Packers'in məşhur futbolçusu Paul Homungu yadınıza salın. O komandaya gələnədək Notre Dame komandasında müdafiəçi oynayırdı və Heisman kubokunun sahibi idi. Green Bay Packers'da bu mövqeyi Bart Starr tuturdu. Ona görə də Homung bir neçə il ehtiyat skamyada oturmalı oldu. Sonra isə əfsanəvi məşqçi Vince Lombard gəldi və o başa düşdü ki, Homungun gizli qabiliyyəti var. Bəli, o əla müdafiəçi idi. Lakin bununla yanaşı olaraq məlum oldu ki, hücumda da gözəl oynaya bilir. Xüsusən də 20 yardlıq xəttdə. Nəticələr özünü çox gözlətmədi. 1960-1961-ci illərdə Packers çempionatında qələbələr seriyası başlandı. Homung isə Milli Futbol Liqasının ən məhsuldar oyuncusu elan olundu. Səhər şirkətlər öz gizli qabiliyyətlərindən istifadə edir. Bu isə işçilər üçün əhəmiyyətli potensial yaradır.
İşçilər həmişə gözləyirlər ki, onları tanısınlar və qiymətləndirsinlər. Yaponiyanın Seiko Saat şirkəti yaxşı işçilərin təkmilləşdirilməsinin qarşısına məqsəd kimi qoymuşdur. Burada hər bir əməkdaşın işinə onun xidməti irəliləyişinin nəticəsinə əsasən müəyyən dəyərləndirmə sistemi üzrə qiymət verilir. Əgər işçi 3 il ardınca olaraq attestasiya nəticələrinə əsasən yüksək göstəricilər nümayiş etdirirsə, şirkət onun karyerasını irəliləyiş haqqında düşünməyə başlayır. Bölmə rəhbərləri belə əməkdaşlar haqqında şəxsi məsuliyyət daşıyırlar və onları daha böyük vəzifələrə hazırlayırlar. Kadrların irəliləməsinin belə sistemi Seikoya imkan verir ki, öz işçilərinin potensiallarının tam açılmasına kömək etsin. Bəs sizin işinizə Seikoda necə qiymət verərdilər? Makkey nəsihəti nəhəng potensialı olan, lakin hələ də açılmamış ən əsas sahə sizin başınızda yerləşir. İş arası qeyd nömrə 5. Əvvəlcə özün kimi, sonra isə daha yaxşı olun. Pon balığı koi həmişə məni heyrətləndirmişdir. Bu balıqların qeyri-məhdud inkişaf imkanları var. Əgər bu balığı kiçik bankada saxlasaq, o cəmi 5-7 santimetrə qədər boyatır. Böyük akvaryumda isə koi 10-30 santimetrə qədər böyüyür. Bunu kiçik nohura buraxın, onda 60 santimetrə qədər boyatacaq. Bu balıq heç bir məhdudiyyət hiss etmədiyi böyük göldə 150 santimetrə qədər böyüyür. Balığın böyüklüyü su tutarın böyüklüyü ilə mütənasibdir. Eyni hadisə insanlarda da baş verir. Biz ətraf aləmin böyüklüyündən asılı olaraq boyatırıq. Təbii ki, fiziki mənada yox, mənəvi mənada. Siz mənəvi mənada nəhəng ola bilərsiniz. Sizin xidməti yüksəlişiniz rəhbərlikdən asılıdır, müəyyən dərəcədə asılıdır. Lakin buna görə də əsas məsuliyyət öz üzərinizə düşür. Öz işinizi daim şefinizə nümayiş etdirməlisiniz. Yeni, daha çətin tapşırıqlara hazırsınız və imkanınız daxilində hər şey edirsiniz ki, tapşırığın öhdəsindən uğurla gələsiniz. Siz göstərməlisiniz ki, hələ vakansiya açılana dək yeni iş üçün yetişmişsiniz. Hətta sərbəst vaxtlarda da işə maraq nümayiş etdirirsiniz. Siz daim göz önündə olmalısınız. Boyatın, inkişaf edin, özünüzü dəyişin. Xam mal şəklində poladın müəyyən miqdarı təxminən $5. Əgər ondan nal düzəldilərsə, qiyməti $50 qalxar. Əgər ondan tikiş maşını üçün iynə düzəldilərsə, artıq onu $500 satmaq olar. Amma həmin poladdan İsveç saatı üçün yay düzəldilərsə, onda qiymət 100 millərlə ölçüləcəkdir. Hər şey eyni materialdan hazırlansa da, son nəticədə sizin onunla necə davranmağınızdan asılı olaraq məhsul yeni dəyərlər qazanır. Eyni hal insanlarda da baş verir.